Salam dostlar, bu günləri 29 mart 2026-cı il buraxılışından düşmüş, ünvənin buraxılışından düşmüş. Çox qəşəng bir misal izah edəcəm. Bu misal üstülü funksiyadır və sonunda dəyərləndirərik, görərik. Həqiqətən buraxılış üçündür ya. Yazırıq nə? 2 üstü x. Biz bilirik ki, a üstü m üstəgəl n-i necə yazmaq olar? A üstü m vur, a üstü n kimi yazmaq olar. Düzdürmü? Buna əsasən misala tətbiq edirəm. 2 üstü x vurulmuş 2 üstü 3 çıx 6 vurulmuş 2 üstü x kiçikdir. Eyni zamanda bu misala da eyni şeyi tətbiq edirəm. 3 üstü x vurulmuş 3 çıx 3 üstü 2 üstü 3 olacaq neçə? 8. 8 vur 2 üstü x üstə gəl 6 doğrusu çıxılmış 6 vur 2 üstü x kiçikdir. 3 vurulmuş 3 üstü x çıx 3 üstü x. İnşallah buna bir əvəz etməklə baxmaq olar. Əvəz etməklə baxanda onu bilirsiniz ki, çox asanlıqla o dəqiqə bilmək olur da burada misal necədir. Bir də bu şəkildə baxmaq olar. 8 dənə 2 üstü x, burada da 6 dənə 2 üstü x. 8 dənə 2 üstü x-dən 6 dənə 2 üstü x çıxanda əlbəttə ki 2 dənə 2 üstü x eləyəcək. Düzdürmü? Kiçikdir. Burada 3 dənə 3 üstü x və 1 dənə 3 üstü x. 3 dənə 3 üstü x-dən 1 dənə 3 üstü x çıxanda 2 dənə 3 üstü x eləyəcək. Hər tərəf 2-yə bölünür. Qalır 2 üstü x kiçikdir 3 üstü x-a. Bu tip misallarda bir məntiqi yolla baxmaq olar, bir də qayda üsulu ilə baxmaq olar. Qayda üsulu necə olacaq? Hər tərəfi mən bölərəm 3 üstü x-a. 3 üstü x-a böldükdə nə qalır? 2 bölünmüş 3 üstü x kiçikdir 1-dən. Üslü funksiya 1-dən kiçikdirsə, nə deməkdir? 3 üstü 2 üstü 0 deməkdir, düzdürmü? Yazıram 3 üstü 2 üstü x kiçikdir 1 yaza bilərəm 3 üstü 2 üstü 0. Və biz nəyi bilirik? Baxın burada üslü bərabərsizliklərdə maksimum diqqətli olduğunuz məqam. Əgər bizə veribsə ki, a üstü n kiçikdir hər hansısa bir ədəddən, burada əgər a, yəni əsas 0 ilə 1 arasındadırsa, o zaman qüvvətləri bərabərləşdirəndə bərabərsizlik işarəsini dəyişəcək. Baxın, 3-də 2 0 ilə 1 arasındadır. O zaman işarəni dəyişib yazacağam. Yəni x böyük olacaq 0-dan. X böyükdür 0-dan, 0-dan böyük ən kiçik tam əlbəttə ki 1 olacaq. Və gəlin misalı təhlil edəyin. Əlbəttə ki bu açığa düşməməli idi. Qapalıya düşməli idi. Qapalıda uşaq bunu daha yaxşı görərdi. Burada çaşdırıcı məqamlar çoxdur. Ona görə bu sualı əla sualdır. Belə sual kimi bir müəllim gözü ilə baxsam əla sualdır. Bir çox məqamlara diqqət olunmalıdır, diqqət tələb eləyir. Hətta deyə bilərəm ki, bloka düşsəydi bu daha yaxşı olardı. Bu suala 10 üzərindən 7.52 verərəm. Bəs siz neçə verərsiniz? Sizcə 7.52 çoxdur yoxsa azdır?